həbsdə olanların gözlərini roşan eləsin azadlıqları ilə. Bəzən iddia eləyirlər ki, həbsin azadlığı barəsində dua eləmə. Çünki biri qatildir, biri məqtul. Biri zalimdir, biri məzlum. Onlar ki, bir gün həbsdə yatırlar. O həbsdə yatır, başqası da torpağın altında. Həyatda heç zaman boş-boşuna iş olmur. Bir çox hadisələr var ki, insanları günaha təhrik eləyir. Ola bilməz məgər ki, hakim də səhv eləyər, xəta eləyər, günahsızı günahlı kimin təqdim eləyər. Boş-boşuna, nahaq müəyyən zamanlar həbsdə adam qalar, 3 ildən, 5 ildən sonra və yaxud çıxandan sonra bərat qazanır. Və onun gününü, ayını, ilini, çəkdiyi istirabları nə ilə qazanmaq, nə ilə ödəmək olar. O baxımdan əzizlər, bir balaca rivayət var. Sizlərlə bölüşmək istəyirəm. Tarixlərə baxanda bir çox işlər var. Əgər tarixə qələm qatılsa belə, başdan başa ki qələm qatılmır, heç olmasa 1000 cümlədən 100-i batil olsa 900-ü düz olardı. Harunun vaxtında idi, Allah Teala lənət eləsin Harun əl-Raşidə. Onun vaxtında idi, hansı ölkədənsə qonaqları gələcəkdi, əmr verdi ki, normal, əqli olmayan insanları şəhərdən yığın, şayət ki, mənlə həman qonaqlar gəzintiyə çıxdılar, kimsə gözlərinə mənfi dəyməsin. Ruhi xəstə nə bilir ki, qonaq nədir? O cümlədən də Bəhlulu da saldılar bu siyahıya. Bəhluli, danəndəni. Yığmışdılar Bəğdaddan anormal insanları, Bəhlulu da qorxusu elədilər, atdılar xəstələrin sırasına. Əslində, dəli ki deyirsən, o dəli deyil ki, onun müəyyən qədər əqlinin həddə olmamağında gördüyü işlərdə məəfüv ənhidir. Yəni, əff olunur o. Allah onlardan heç zaman vacibat tələb eləmir. Bəli, Bəhluli danəndəni də qoşdular, şəhərdən yığılan bu səfihlərə məmurlar ki, bu işin başında durmuşdular, Bəhlulun da qolun qısmını bağladılar. Bəhluli apararkən kim soruşurdu ki, ya Bəhlul, xeyr ola, hara? Deyirdi ki, 2 saata azad olacaq. 2 saata azad olacaq. Aparan məmurlar gülürdülər. Səfi, hələ heç o qonaq gəlməyib. O qonaq gələndən sonra 10 gün mühacirətdə olacaq. Biraz çox olacaq, biraz az olacaq. Sən elə hər kim səndən soruşur, deyirsən 2 saata. Bunlar axı ittilaları var, xəbərləri var. Bilirlər ki, gələcək qonaq bir neçə gün burada, azı əqəlli, azı bir həftə qalacaq. Gətirdilər Bəhluli dərbara. Oradan ki, aparacaqdılar, qəfəsə salsınlar biçarəni. Xəbər gəldi ki, açın, boşlayın bunları. O gələn gəlməli olmadı. Bəhlul kərim adamdı yaxı, kəramət əhli idi. Onu müşayiət eləyən o məmur
Gəldi Bəhlula dedi ki, əkşi, biz özümüz də bilmirdik ki, nə müddət çəkəcək bu mehman nəvazı, qonaqpərvərlik. Sən də hər kəs soruşurdu, deyirdin 2 saatı məni buraxacaqlar. Hardan bilirdin? Dedi, bu qədər qoy götür elədim, bu vaxta qədər din yolunda, iman yolunda həyatımı neynəmişəm ki, məni tutublar. Axır gəldi bu iş müncərr oldu. O işin üstündə ki, mən uşaqdım, bir qonciş sərçə girdi yuvaya. Mən tez palçıqladım yuvanın ağzını. Qaldı orada. İndi daş dəligi olur, xərabalıq olur. 2 saatdan sonra əqlim gəldi yerinə ki, bu heyvan neynəməlidir? Sənə neynəyib ki, öz yuvasına girib də. 2 saatdan sonra onu açdım, oradan buraxdım. Bilirdim ki, həyatda mən 2 saat həbs olacağım. Lap elə boşuna döküm. Boşuna şey yoxdur. Ona görə deyirdim ki, 2 saat. Əzizlər, həyatda hesab kitab var. Hesab kitabsız heç zad yoxdur, heç zad yoxdur. Bu Aronun dövründə olan bir hadisə, tarixi hadisə. Hər kəs eləyə bilər bunu yaddaşd eləsin. Həyatında bu işi tətbiq eləsin. Neynəmisən və nə görürsən? Boş-boşuna şey yoxdur. Bir oğru əlinə heç bir şey keçməmişdi. Fikirləşirdi ki, hardan mən bir şey qopardım? Gördü bir əmmaməli, həsəli bir qoca şeyx gedir. Dedi ki, bunun əmmaməsini oğurlasam, əlimə qərəpuldan filandan gələr də. Dalda Allah kərimdir. Gəldi, yaxınlaşdı. Eşidibsən, deyir, qaçan da Allah'ı çağırır, qovan da Allah'ı çağırır. Yaxınlaşdı, dedi, şeyx, olar sənə bir sual verim. O da yavaş-yavaş yol gedir. Dedi, buyur. Dedi, istəyirəm bilim ki, Allah'ın az səbri nə qədədir? Az səbri nə qədədir? Dedi, Allah'ın az səbri 40 gündür. Dedi, 40 günə kim ölə, kim qala? Götürdü kişinin başından əmmaməni, qoydu kişini baş açıq. Bu da Həsəynə də mənim kimi oğrunun dalıcan qaçmağa halı yoxdur ki. Nigarandır ki, görəsən arxadan məni görən oldu ya olmadı. Bir qədər qaçırdı, geriyə baxırdı. Qaçırdı, geriyə baxırdı. Fikri arxada dəydi ayağına, daş kəlləsi üstə gəldi yerə. Əmmamə gilləndi, getdi. O yer tutdu məsələsini bilərsiniz də, adam yıxılanda bəzən yer tutur onu. Bu qoca kişi elə yavaş-yavaş gəldi, çatdı buna. Çatanda ki, bunun yanından keçirdi bu əmmamə oğrusunun. Dedi ki, ya şeyx, utanmırsan, saçın saqqalını ağarıb, yalan danışırsan. Dedi, ay oğul, nə yalan danışdım? Dedi, sən demədin ki, Allah'ın az səbri 40 gündür. Heç o qədər keçmədi ki. Dedi, oğlum, mənkinə qalıb elə. Bu məndən qabaqçıdır. Bu məndən qabaqçıdır, mənimkinə qalıb elə. Bəli, işlər var ki, hələ onlara qalıb ömrümüzdə gördüyümüz işlərin bir para alacağımız cavabların, alacağımız töhmətlərin, alacağımız təsirlər qalıb. Allah belə eləsin ki, əffə düşək. Əffə düşək. Çün insan əffə düşsə, Allah Teala döyür bu niqmət. Niqmət, nemət döyür ha. Niqmət qənim sözündəndir. Bir filan kəsə qənim seçilib. Eşidibsiz də bu məsələni. Filan kəsin qənimidir. Bir nemət var, can sağlığı 1, düşüncə 2, hafizə 3, səs 4, gözəllik 5, pul para 6, abur hayalı, iffət, ismətli ailə 7, 100 dənə saymaq olar. Mənim qabiliyyətim çatmır, 3-ün 5-in deyirəm. Bunlar nemətdir.
Amma bunların lap yuxarısında durar aşın qarası kimi iki nemətdir. Can sağlığıdır, bir də həyatda əmin-amanlıq zamandır. Əgər can sağ olmasa, o şahın məsələsi gələr ortaya. Neynirəm o qızıl teştik içində? Qan qusan. Və yaxud ki, canın da sağdır, pulparın da var. Amma əmniyyət yoxdur. Evdə gizlətməkdən bitər qorxum var. Bayırda gizlətməkdən bitər. Xülasə gizlətmək heyvanlarda murdar heyvanın xasiyyətidir. Gizlətsən, görürsünüz də, bəzi leşləri gizlədir bu heyvanlar. Sonra ilə tapır, iylənir. Da qızıl iylənməyəcək ki, qızıl, gümüş, varidat sənə qismət olmayacaq. Əqlün gedəcək başından, özgəsi tapacaq. İylənmək bundan artıq olur. Hamballığı sən edib qazanmısan, amma müftə sahib olan. Budur. Əmin-amanlıq bir dənə neməti ilahidir. İnsan əmin-amanlıqda yaşasa, su ilə balıq, balıqla su bu misildədir. Dərya da böyük. Xeyr əgər bir insan əgər əmin-amanlıqda yaşamasa, o balıq sudan kənar olanda necə çapalayır? Əmniyyət olmasa, hamı kəs tər gedər. Əmin-amanlıq budur. Bu da bir rivayətdir. İkincisini ərz elədim ki, o şeyxin əmmaməsinin oğru götürdü, qaçdı. Amma bunu da ərz eləyim oğrunun barəsində. Müteal Allah buyurub ki, Əs-sariqu vəs-sariqətü fəqtə'u əydiyəkum. Oğru arvadla oğru kişinin əllərini kəsin. Əgər Sovetlər Birliyində bir dənə kündə qoysaydılar, bir dənə balta qoysaydılar onun yanına, hər kəs axşama qədər oğurluqla məşğuldur. Kimi şotçikdən oğurlayırdı, kimi qazdan oğurlayırdı, kimi sudan oğurlayırdı. Kimi zavodda gündə bir dənə kərpic zavodda belə də qəşəng püküb onu qəzitə ki, hələ bir ki diplomat gəzdirir. Gündə bir dənə qəzitlə kərpic götürür gəlir. 50-100 olanda verir müştəriyə. Şurup yerində işləyir, şurup gətirir. Biri başqa şey gətirir. Hey soy, ha soy, vur, ha vur, bit. Oğrunun buynuzu olar. Fərq eləməz. Oğurluq da istəyir, əhqər bir şey olsun, əskik bir şey olsun, istəyir artıq bir şey olsun. Fərq eləməz. Mənim dostlarım çoxdur, Allah hamını salamət eləsin, Nəxçıvanda. İndi Ağazadəsi də elə buradadır, Allah babasını rəhmət eləsin, atasına, əzizlərinə can sağlığı versin. Mən ora gedəndə gecəni sübh namazına qədər sual-cavabın içində qərq olurdum. O qədər sual-cavab olurdu. Ərzim budur ki, əzizlər, Nəxçıvanda, Ordubad mahal tərəfdə bir mömin var idi. O suya da getirib gəlib, onda heç kəs qoymurdu, hesab üçün şotçik, belə desək. Suya da özü xahişi ilə getirib gəlib bir hesablama qurğusu qoymuşdu. Bir gün ona ərz elədim ki, ay qardaş, ay müsəlman, yaşlı idi. Səndən başqa kimin su hesabında hesab kitabı var? Dedi ki, sənə burada, bu Nəxçıvanda sual versələr ki, oğurluq suyu ilə, qusul ilə dəstəmaz düzdür ya batildir, nə deyərsən? Onda cavan adam, 22-23 yaşım vardı. Boynumun ardına qədər qızardım. Əlbəttə, şəriət nə deyir? Şəriətdir ki, cayı qəsbi nə başəd? Qəsbi yer olmamalıdır. Namaz qılan bilsə ki, bəli, bu qəsbi yerdir, burada namaz olmaz. Camə qəsbi nə başəd? Gərək libasın da oğurluq olmaya, vələ onun ki, bir düyməsi də oğurluq gərək olmaya. Ay müsəlman, ay mümin, bunlar ki, deyir, biri deyir, yer qəsbi olmasın, biri deyir ki, libası onun hətta bir düyməsi də qəsbi olmasın, su olar. Sən də salasan kitabdan kitaba deyəsən ki, xanım Zəhranın mehriyəsidir də su. Mən də onun balasının şiəsiyəm, sahibinin şiəsiyəm. Mənə oğurluq su ilə qusl etmək də olar, dəst namaz alma harda yazılıb? Hansı şəriətdir?
hansı mərcə bu fətvanı verir? Yoxdur axı belə şey. Belə şey yoxdur. Əgər bir elektrik olsun, qaz olsun, su olsun, bu bir başqasının əlindədirsə, o səhmidardırsa, səhmi qoyub yatırdı, bəli, sən də bundan istifadə edirsən, sağa sola. Çalış, oğurluq eləməyəsən. Çalış, oğurluq eləməyəsən. Bir yerdə deyib ki, əgər bir qolu güclü sənin malını gəlib oğurlayıb, heç də məhəl qoymur heç nəyə. O surətdə sən eləyə bilərsən ki, onu yatırdıb, gecə ilə öz malının dəyərində onun səhmindən götürəsən, malından artıq olsa olmaz. Həm həyəcan var bu işdə, həm çətinlik var. Xülasə, o sənə oğurluq sayılmaz. Ne üçün? O qəsb eləyib sənin haqqını. Sən eləyə bilərsən, o miqdar ki, sənin malını ziyan vurub o miqdardan götürəsən. Buna bəli buna bir rivayət var, buna bir tarix var filan var. Ondan qeyri yox. Üçüncü hadisə ki, ərz eləyim sizə, əzizlər. İnsanlar bəzən qarşılarına ki, çıxanlar deyir ki, qoy izal olsun başımdan, şərə özümü salmayım. Görürsən, tərəf biraz iddialı olur. Elə bilir ki, doğrudan kimsə bundan qorxur. Day demir ki, istəmir insanlar başların qala salsınlar. İsfahan deyilən şəhridə Şah Abbasın vaxtıymış. Üçüncü rivayət, hadisə budur. Şah Abbasın vaxtıymış. O qədər şikayət gedir məmləkətdə Şah Abbasa. O quldurlar, yol kəsənlər, insanlara əziyyət eləyənlər, bunların tərəfindən Şah Abbas əmr edir ki, məmurlar tökülsün dükanlara, bazarlara, kətlərə, şəhərin müəyyən muğlaq yerlərinə, yığın bu quldurları. Yığın bu quldurları. Ki, mən bunları bəzilərini edam eləməliyəm və bəzilərini də məhbus etməliyəm, həbsləndirməliyəm ki, insanların rahatlığını bunlar tirətar eləyiblər, qaranlıq eləyiblər. Bəli, bir nəfər şəxsə 10 dana quldur tutub, əli qolu bağlı vermişdilər. Bir arabaya, dörtçəkli arabaya kəlləri qoşublar, bunları da yıxıblar həman arabaya, bu quldurları aparırlar. Bazar İsfahandan keçəndə bunlardan biri məcal tapdı, əllərin arxadan açdı, asmaq həman qaçdı. Qaçdı, bu ki qaçdı, say azaldı yaxı, oldu 9 nəfər. Hesabla belədir ki, 10 nəfərdir buna tapşırılan. Dedi, neyniyim, dədəmi yandıracaqlar. Mənə deyiblər ki, burada kitabda, belədir şeydə, manifestdə 10 nəfərdir, amma biri əskildi. Neyniyim, bir bazara göz gəzdirdi. Gördü bir dənə qoca kişi beli pükük, su satır. Gəldi bir iki dənə qamçı çəkdi bu qocanın başına, orislər əli qolu bağlıdır da. Onun başına bir iki qamçı çəkdi, qatdı qabağına, kişinin suları zadı hamısı qaldı. Götürdü, gəldi, əllərini bağladı, yıxdı bu 9'un yanına, say oldu nə? 10. Bu dağ vurur ki, mən nə eləmişəm axı? Mənim günahım nədir? Mən su satmaqla məşğulam. Xülasə, buna məhəl qoymadı, gec ya tez gəldi, çıxdı Darül-İmariyə. Bəli, bunları həbs elədilər. 3 gündən sonra şah bunları özü istintaq eləyir. Baxdı, gördü bu 9 nəfər dinmir, danışmır. Həqiqətən bunlar quldurdular, üz gözlərindən də yağazar yağır. Amma bu bir dənənin şivəli göyə çıxır. Şah hər kəsdən şah olmaz, ağıllı adamdır da. Dedi ki, ay qoca, şuğlun nədir? Dedi, cavanlıqda bərə sürmüşəm, bərə gəzdirmişəm. Ləkbərə yox ha, çayın üstündə lotka. Bu başdan o tərəfdən bu tərəfə, bu tərəfdən o tərəfə adam mindirmişəm. Amma yaşlanmışam da, əlim işdən düşüb, mən su satıram, bundan keçinirəm. Şah buna ərz elədi ki,
düzünü diginən görüm, həyatında elə günah eləmisən ki, bugün bu İsfahan bazarında benim səndən başqa adam yoxdur. Hələ səni tutdular, qolunu bağladılar, qırmacladılar, getirdilər. Dedi, yox, heç də eləməmişim. Əmr elədi ki, bəli, bunu qeyçiliyin dərsini salın ağzına qoy çeynəsin, öz ətini. Bir-iki qeyçi vurandan sonra dedi ki, şah sağ olsun. Deyilən qeyçiləməsinlər, ağac acı, can şirin. Deyirəm. Dedi, mən cavan idim, 32-33 sinnim var idi. Bir gün bərəyə bir qadın mindi, elə mən sinnidir. İki də az yaşlı uşaq, 4-5 yaşında uşaqlar, oğlan uşaqları mindilər bərəyə. Mən o taydan bu taya onları keçirtməliydim. Şeytan məni azdırdı, göz saldım bu xanıma. Dedi ki, mən İmam Hüseyin ağanın ziyarətinə gedirəm. Məni bu yoldan mırdarrama. Dedim, yox, əqlim çıxıb başımdan, nəfs mənə hakimiyyət eləyir. Suyun üstündə, bərədə. Bilmirəm. İndi bu danışır şaha. Dedim ki, mənlə razı olmasın, uşağımın birini ataram çaya. Gördüm, razı olmadı. Attım uşağının birini. Boğuldu. Razısan yox, dedi, yox, razı deyiləm. O birisini də attım. İki uşağını attım suya. İstədim ki, bunun tənhalığından nəfsimi söndürəm. Dedi ki, ya Hüseyin, attı özün çaya. Taleyi nə oldu da bilmədim, amma uşaqları da özüdür. Bir dənə bu günah eləmişim. Şah Abbas qalxdı təxtidən, hönkürdü, ağladı. Dedi, əyan əşrəfa ətrafdakilara. Dedi, xalqın içində suyun lal axanı, adamın yerə baxanı. Elə cinayətkarlar var ki, bunların gördüyü cinayətlər də bu quldurların hesabına yazılır. Əmr elədi, çəkin bunu dara. O elədiyinə görə 3 dənə, 2 dənə məsum uşağı, bir də anasını. Özləri də iddia eləyir ki, Kərbəlaya gedirik. Bu qocanı astırdı, o birisi quldurlara 9 nəfərə dedi ki, sizə dərbarda, qeyri-dərbarda iş verirəm, gedin, işlə məşğul olun, haramdan əllərinizi çəkin, insanlara ziyan verməyin. O 9 nəfəri azad elədi. Ay mümin, o bir xanımdır, Kərbəlaya gedirdi, 2 balası getdi əlindən. Kərbəlada kim var? Kərbəlada Həzrəti Zeynəb var, Ümmə Gülsum var, Ümmə Leyla var, Sadat-ı Girami var. Kərbəla elə boş-boşuna Kərbəla deyil ki, İmam Hüseyin kimin şəxsiyyət, elə bu günahların qarşısı alınmaq üçün Yezidə təslim əlin vermədi. Yezidə itaət eləmədi. Əgər İmam Hüseyin ağa Yezidə təslim əlin nəuzubillah min qəzəbillah bu sözümə görə vermiş olsaydı, onda adamlar deyəcəkdi ki, və hər cür yaşayırsan yaşa da. Hər cür yaşamağı İmam öz dövründə Peyğəmbər gətirən qanuni İslami yasaq elədi insanlara, boğazının qanı ilə, körpəsinin qanı ilə, cavanlarının qanı ilə yasaq elədi. Lazım deyil ki, insanın başında bir məmur dayansın ki, bu olar, bu olmaz. İçində sənin bir proqram var. O proqram budur. Sən ağzında, damağında olan ləzzət ki var, bulaq ki var, qida ağzıva ki qoydun, o sənə təsbit eləyir ki, bunu yeməlidir ya yeməlidir ki. İndi ki, o bulağı Allah yaradı, bir şoraq da verib sənə, düşüncə də verib ki, bu deməlidir ya deməlidir ki.
Bir əql də verib sənə bu işi görmək olar ya olmaz. Lazım deyil ki, adama kontrol gəlsin, dayansın başının üstündə ki, hey sən bunu elədin, bu olmazdı. Bunu niyə eləmədin, bu olardı. Allah sənə bir düşüncə verir. Həman düşüncə ilə sən öz içində hər bir şeyi yeri yerində eləyə bilirsən, biləsən. Bu nədəndir? Bu İmam Hüseyin ağanın şəhadətinin hasılatıdır. Allah nə deyir İmam Hüseynə? Allah İmam Hüseynə bir söz deyir. Zülcelal vel ikram olan sahibi kudret. İmam Hüseyin ağaya söz deyir. Hardan deyirik biz bu sözü? Bəli, imamlarımız deyib bizə. Allah deyir İmam Hüseyin ağaya ki, sən saxladın mənim evimin ehtiramını. Onun evi hara idi? Kəbə Allahın evidir. İndi Səudiyyənin din aparıcıları o qədər ki, İslamı leh eləyiblər, tapdalayıblar. Şəriət, təriqətə o qədər ki, mafil eləyiblər. Tədaxül eləyiblər, təxarüc eləyiblər, daxil eləyiblər olmayan şeyləri. Xaric eləyiblər olan şeyləri, sərfə bazar. Var hədislərdə ki, bir nəfər cani cinayətkar eşikdə bir günah eləyib, qaçıb girib Kəbənin heyətinə, hərəmin heyətinə. Onu Kəbənin heyətində öldürmək olmaz, döymək olmaz, vurmaq olmaz. Ne üçün? Vəl-bələdil əmin. Ora nədir? Əmin bir bələddir. Kəbənin heyətində heç kəsi sən eləyə bilməzsən, bayırda, eşikdə, 3 kilometrdə, lap belə Kəbədən kənar qapısında elədir ki, cinayətə görə Kəbənin içində bunu əl tapasan, tökəsən məmuru başına, burada onu incidəsən, vurasan, olmaz, haramdır. Hardan deyirik bunu? İmam Hüseynin tarixindən. İmam Hüseyin ağa baxdı, görür ki, Yezidin 100 nəfər yolladığı əbanın altında qılınclar parıldayır. Kəbəyə indikilər zontu ilə girir. Kəbədə silah gəzdirmək harada yazılıb? O silahdır da, qılınclar Kəbənin heyətində olmaz. Qılınc nəyvə lazımdır sənin Kəbənin heyətinə? Qılıncı sən taxmısan, bel və kəmər və getmirsən. Onun məqsədi nə idi? O 100 nəfəri niyə yollamışdı? Yəni Hüseyin ibn Əlini məqamda oldu. Təvafda oldu. Namaz qılanda oldu. Səfa Mərvədə oldu. Harada söz müyəssər oldu üzün başını. İmam gördü ki, bu Allah ki, Qur'anda buna vəl-bələdil əmin deyir. Əmin bir ölkə bələd, məxsusən Kəbənin hərəmi. Bəli, bunu neynədi? Bunun ehtiramı gedəcək arada, ağa orada qalmaqla. Oranı tərk elədi. Bəs tərk elədinin mənası nədir? Orada bir dənə həşəratı, ağcığənəti, milçəyi sən öldürə bilməzsən. Onun kəffarəsi var. Amma neyin ki onu öldürə bilməzsən, əbabın altında qılınc gəzdirməklə? Çünki xəbisdir bu məlun. Bunun dini yoxdur. Onun dədəsi, bu da özü. İmam saxladı o evin ehtiramını. Allah da buyurur, imamlar da onun haqqında deyir. Sən saxladın mənim evimin ehtiramını, yəni Kəbənin ehtiramını sən saxladın. Mən də behişti vermərəm əğyarə, ya Hüseyin. Allah deyir ki, sən ki mənim evimin ehtiramını saxladın, qiyamət günündəki behiş ki mən xəlq eləmişəm, İslah insanlardan, mümin insanlardan, qeyrətli insanlardan ki ora daxil olacaq, mən də qeyrlərinə vermərəm. Biğriyyətin, binamusun beyişdə nə işi? Zəqqa soynadanın beyişdə nə işi? Mən də behişti vermərəm əğyarə, ya Hüseyin. İndi bax, İmam Hüseyin ağanın sağlığında Kərbəlada bu sözü deyib. Şəhadətindən sonra da yuxu aləmində onu müşahidə, mükaşifədə
Kəşf eləyənlər bu sözü ağadan eşidiblər. Gör, nə deyir burada? Öz içində ağla da. Mənim roza qabiliyyətim qalmayıb. Amma mənim də içim sənin kimi yanır. Həzrət buyurub ki, ənə qətilül əbərə. Mən göz yaşının ölmüşyəm. Nə cür qəsavətli qəlb insan özün toparlasın, dayansın ki, mən ağlamayım, qəlbi onun qəsavətli olar. Hələ ki, 2 ilə göz yaşı gözündən axdı, yumşalar, boşalar, rəhimdil olar, rəhimli olar. Gərək bir amil olsun da, bir səbəb olsun. Adam kimə ağlar? Uşaq ağlayır, acam. Doğrudan da elə süddən ötürü ağlayır. Bəzi məfhumlar var. Körpə ki 6 ay ağlamağa başladı. Körpəlikdən ki 6 ay başladı ağlamağa. İlləti budur ki, o Əli-Əsqər əleyhissalam ağlayır. Körpəyə ağlayır. Ondan ötürü narahat olmayın. Ondan sonra həman körpənin çox ağlamağı hafizəli olar. Çünki ağlayanda insanın beyin zülalları, beyin inkişafı çox olar. Hafizəli olar. Ağlamaq günlərində, Kərbəlada olan oldu. Zülm eləyənlər o qədər zülm etdilər ki, bəzən deyir ki, ifrat. İfrat ən çox həddini aşmış bir şeyə deyərlər. Əzizlər, nə ifrat? Ağlın nə cür kəsir? Həzrət İmam Hüseynə qılınc vurmağa şimr kimi zalim əl qaldıra yuxarı. İmam Həsən ağanın o az yaşlı balası Əbdullah, əmimi vurursan, əlinə para qılınca sarı. Körpənin vurdu qolunu. Bunlar bir para insanlardır ki, bunların körpəsi də dinə hami olublar, himayət ediblər. Ağsaqqalı da dinə xidmət ediblər. Qadınları da dinə xidmət edib. Az yaşlı qızları da xidmət edib. O Rüqəyyə eşidibsən də. Rüqəyyə. Şam xərabəsində nə müddət qalıb, cürbəcür rivayətlər var bunun haqqında. Bir gün bir dənə atası ilə gedən az yaşlı qız uşağı tamaşa eləyirdilər xarabada olanlara. Allah ilaq eləsin. Heç zaman giriftarçılıq Allah sizə balalarınıza göstərməsin. Heç zaman Allah Taala sizin azadlığınızı çərçivəyə salmasın. Görübsünüz də, bir 2 mərtəbə dükan vardı qabaq Bilgah yolunun üstündə. Bəli, bəli. Həman yerdə gətirib saxlayardılar 4 çaxlı maşınları. Orada görürdük ki, bəzi heyvanları salıblar qəfəsə, insanlar da bunlara tamaşa eləyir. Tamaşa eləyir. Cürbəcür heyvanlar da. O heyvanların bir çoxu heç bizim coğrafiyamızda, Azərbaycanda yoxdur. İnsanlar bunlara tamaşa eləyir. Əgər o heyvanların birinin əqli olsa, de qəfəsdə olmazdı ki. Allah onların heç bir nəql verməyib. Amma hissiləri necə? Hamının hissi var. Onlar ki, ənə heyvandır. Amma gələ bir möhtəşəm nəslin ali evladlarını, müsəlman adını onlardan götürəsən, qeyri-müsəlman kimin müsəlmanlara təqdim eləyəsən, özlərində salasan xərabə kimin qəfəsə və xərabə kimin qəfəsə salmağın bəstöyü Şam cəmaətini, Kufə cəmaətini küçələrdə rəqs etməyə əmr verəsən və keçin bunların bu qəfəslərinin qabağından, xərabənin qabağından bunlara acıq verin, bunlara işgəncə verin hərəkət üzlə. Bu insanlar hamısı vəhşi deyil ki, rejim kimin. Keçənlərdən bu qız uşağı atasının əlindən tutub, bir dənə almanı uzatdı Rüqəyyəyə. Həzrəti Rüqəyyəyə bir dənə almanı uzatdı. Rüqəyyə əleyhissalam zəki idi, çox qabiliyyətli idi.
Çox düşüncəli idi, dərin düşüncəli idi. Baxmayaraq ki, 3 yaşı vardı. Ay evlərində 3 yaşında qız uşağı olanlar. Ay 3 yaşında qız uşağı olanlar. Görürsünüz necə şirin dil olur bu qız uşaqları. Rüqəyyəyə uzatdı bu qız bir dənə almanı. Rüqəyyə bilirsiniz nə üçün aldı? Ürəyi sınmasın, o qızın ürəyi sınmasın. 3 yaşında uşaq istəmir ki, özü təkim bir dənə uşaq qəlbi sınmasın ona görə və illa o almanı o alıb yeyə bilməzdi. Çünki bunlar ali mənsəbdir, ali nəsəbdirlər bunlar. Həzrəti Zeynəb yetişdi, öpdü Rüqəyyənin boynundan, üzündən. Dedi ki, ey anamın gözlərinə gözü oxşayan. Çünki Rüqəyyənin gözləri eynən xanım Zəhranın gözlərinə oxşayırdı. Dedi, ey anam naibəsi, bala Rüqəyyə, at ki, biz alullahıq, biz ali mənsəbdənik, bizə sədəqə olmaz. Dedi, əmmə, mən istəmədim, qızın qəlbi qalsın. O cəhətdən aldım. 3 yaşında uşaq istəmir ki, bir uşağın qəlbi qalsın. Amma 80 yaşında buna şillə vurur. 80 yaşında buna taziyanə vurur. Gecələr həmişə Həzrəti Zeynəbin ağuşunda yatardı bu uşaq. Tez-tez diksinərdi. Tez-tez diksinərdi. Deyərdi, qızım, nədən sən tez-tez diksinirsən? Dedi, əmmə ya Zeynəb, elə bilirəm şimir məni vurmağa gəlir. Elə bilirəm zəcir məni vurmağa gəlir. Ona görə diksinirəm. Nəsəlükə Allahümmə bismikəl əzimil əzəm və bil əcəllil əkrəm və bil Hüseyin ya Allah, ya Allah, ya Allah. Ayə-i şərifə nədir? Deyələmu, bilün. Ənəlləhə, həman o Allah ki, yuhyil ərdə bə'də mutiha. Yeri dirildər öləndən sonra. Qiyamət günü bu hadisəni törədənlər hamı diriləcək. Qəd bəyyənəl ayat ləalləkum təqilun. Bu bəyyinələr, bu dəlillər ağıl sahibləri üçündür. Milyard insanlar doğulub, yaşayıb, ölüb. Milyard yazarlar yazıblar əleyhi İslam'a İmam Hüseynə. Milyard pullar da bu yerə məsrəf olub. İndiyə gərək İmam Hüseyndən heç bir şey qalmayaydı ki. Bu qədri hücumlar hamısı İmam Hüseyin əleyhisselama olub. Onda yerə bir şey qalmayaydı ki. Amma görürük ki, hamı boşa çıxıb. Hamının əli boşa çıxıb. Ne üçün? Çünki Hüseynin zamini Allah'dır. Allah'dır. Və'dəllahu haqqun. Allah'ın vədi haqqıdır. Və la yəğurrənəkumul həyatud dünya. Sizi dünyanın 5 günlük həyatı məğrur eləməsin. Kimin elə çiyninə bir şey qoydular, elə bilir ki, doğrudan da hər şeyi tapdalaya bilər. Baxır, görür ki, xodi alındı. Mən bir zaman bir şeyə getdim. Bir nəfər şəxsin adresi demirəm, Xırdalanda. Yəni, şəxsin adını demirəm. Getdim ora, apardılar məni ki, sənə qurban olun, bir hicablı xanımdır. Salavat hədiyələm. Namaz qılır, filan eləyir. Biraz vəsvəsə onu narahat edir. Deməmişəm, heç bunu danışmamışam, amma sözümün sonunda bunu sizə hədiyyə edirəm. Getdim, bir siyan çağ qoydular, gördüm ki, bəli, hicablı bir bacıdır, 2 uşaq anasıdır. Sahibi var. Sahibi bunun başı örtdüyünə görə içkini tərk edib. Nəsə, bu xanım qorxur, uşaqları gəlir, uşaqlarından qorxur. Biraz şifa ayəsi vardı. Və nünəzzülü minəl Qur'an ma huvə şifa'u və rəhmətun lil mu'minin və la yezidüz zaliminə illa xəsarə. Bu ayə-i şərifəni mollayam da. Molla olmayan yerdə mollayam da. Oxudum.
Sonra gördüm ki tula səsi gəlir evdən, tula. İt tulasının səsi gəlir evdən. Pis oldum, oxumağıma da peşman oldum. Dedim bu adama aparana, bu da yekəpeysərin biridir. Dedim ki, qardaş, bu bacını götürüb gəlmişsən, bacındır. O geçsin evində qalsın. Sən bu ev sənindir, bəli mənimdir. Dedim, burada ayıbdır ki, görmürsən başı bağlıdır, o namaz əhlidir. Sən evdə tula saxlayırsan. Hansı şəfadən danışırsan? Dedi, tula döyü. Dedim, ben nə dedi, atamdır. Dedim, kimdir? Dedi ki, atamdır. Əşi, nə danışırsan? Dedi, hə, atamdır da. Dedim, hansı otaqdır? Dedi ki, o birisi otaqda. Dedim, onda icazə ver, yazıqdır. Ona da bir ayə oxuyum. Dedi, amma evin içində qəfəs düzəltmişəm. O qəfəsin içində qalır. İnsan görmədiyi şeyi bəzən görəndə yuxusu çəkilir. Açdı qapını, qapısını açandan sonra otağın gördüm, onun gözləri bərəlib, çox eybəcər bir şəkildə danışmır, amma hürür. Camımı tuttum dişmə, bir ayələr oxudum. Fəsəyəkfikəhumullah və huvəs-səmi'ul alim. Bu da ayə-i şifadır. Ya mə'şərəl cinn vəl-insi in istəta'tum an tenfuzu min aqtaris semavati vəl-ərz fənfuzu la tenfuzuna illa bisultan fəbi'əyyi ala'i rabbikuma tükəzziban. Bir bu ayəni oxudum. Xülasə, indiyələr istəyirəm camımı götürüm, buradan çıxım. Çünki übuhət məni sıxıb. Nəhayət. Çıxdım, dedim ki, axı, nə işdir? Dedi, bilirsən, nə qədər oğlanları sındırıb bu, nə qədər insanların haqqını heçəliyib. Atamdır deyəni vermirəm ruhi xəstəxanaya. Deyirəm, Hasan dünyadan gedər, bir rüsvayçılıq. Anamı döyə-döyə öldürdü. Bəli. Çigində rütbə gəzdirməklə döyü. Allah çıxır bəzi insanların yadından. Onda ki, Allah onun xodunu alır, onda deyir, va və ilah, esselamu aleykum, mən ittəbə'əl hüda. Bunu özüm gözümlə görmüşəm, ha, mənə heç kəs nəql eləməyib. Özüm görmüşəm bunu gözümlə. 18 il bundan qabaq. İlahi əyyidi dinə və əhləh, vəhfəzil Qur'anə və əhləh, vənsurul İslamə və əhləh, vəxzulil küfrə və əhləh. Pərverdigara, özümüzü, balalarımızı, gələcək nəsillərimizi Əhl-i Beyt düşməni ilə qərar verməyinə, ağlatma gözlərimizi məgər onların yasında, məsrəf olunmalı, pulumuz olsa, imkanımız olsa, onların haqqında ehsanata, İlahi və Rəbbi bizi ruhən və cismən Əhl-i Beytə peyrəvi qərar verginə. Günahsız insan olmaz. Çeşitli günahlar var. Hərəmizin bir günahı var. Allah bizi pak etməmiş dünyadan aparma. Allah tövbələrimizi qəbul elə. Xəstə olanlarımıza şəfa ver. Tuhidəst olan, pula ehtiyacı olan həlaldan Allah xəzanə-i qeybindən nəsib elə. Bismillahirrahmanirrahim. Əmmən yücibul muztərrə izadə və yəkşifissu. Əmmən yücibul muztərrə izadə və yəkşifissu. Əmmən yücibul muztərrə izadə və yəkşifissu. Allahümme kun li veliyyikel Hüccet ibnil Hasan Salavatuke aleyhi ve ala abai fi hazihi sa'a ve fi kulli sa'a ve gayden ve nasira ve delilen ve ayna حتى تسكنه أرضك طوعا
وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. اللهم صل على محمد وآل محمد وعجل وليك الفرج. مشغول زيارته.